7-ci sual. A üstü 3 çıxılsın B üstü 3 ifadəsinin qiymətini tapın. Əgər məlumdursa, A çıxılsın B bərabərdir 4-ə və A və B-nin hasili -1-ə bərabərdir. Əvvəlcə gəlin bu A kub çıx B kubu düstur olduğu üçün açaq. Yəni A üstü 3 çıx B üstü 3 bərabərdir. Düstura görə bu bərabərdir A çıx B vurulsun A kvadrat üstə gəl AB üstə gəl B kvadrata. İndi biz A çıx B-nin qiymətini bilirik. 4-ə bərabərdir. Ona görə də bunun yerinə yaza bilərik birbaşa 4 vurulsun. İndi isə bunu hələ ki köçürək, çünki bunun qiymətinin nə olduğunu bilmirik. A kvadrat üstə gəl AB. Baxın, AB-ni yaza bilərik, çünki AB-nin nə olduğunu bilirik. AB biz bilirik ki, -1-ə bərabərdir. Yəni bu AB-nin yerinə biz -1 yaza bilərik. Müsbət və mənfi verəcək, ona görə birbaşa yazırıq. Çıxılsın 1 üstə gəl B kvadrat. İndi qaldı sadəcə, baxın, bu A kvadrat üstə gəl B kvadratın qiymətini hesablamaq. Yəni bizə lazımdır hal-hazırda A kvadrat üstə gəl B kvadrat nəyə bərabərdir? Bunu biz necə tapacağıq? Bunun üçün biz bax burada verilən bərabərlikdən istifadə edəcəyik. Yəni biz bilirik ki, A çıx B bərabərdir 4-ə. İndi biz bu tənliyin, bu bərabərliyin hər iki tərəfini kvadrata yüksəltsək, bu sol tərəfdə 2 dənə, yəni 2 ədədin fərqinin kvadratıdır. Bu müxtəsər vurma düsturuna görə bərabərdir. A kvadrat çıx 2 vur A vur B üstə gəl B kvadrat. Sağda isə 4-ün kvadratı 16-dır. İndi biz buradan AB-nin nə olduğunu bilirik. AB -1-dir. Ona görə də AB-nin yerinə -1 yazanda A kvadrat çıx 2 vurulsun -1 üstə gəl B kvadrat bərabərdir 16. Buradan A kvadrat -2 vur -1 edir müsbət 2 üstə gəl B kvadrat bərabərdir 16. Buradan biz əldə edirik ki, A kvadrat üstə gəl B kvadrat bərabərdir 16 çıx 2, yəni 14-ə. İndi bu çəhrayı ilə boyadığım, deməli A kvadrat üstə gəl B kvadratın biz artıq qiymətini bilirik ki 14-dür. Sadəcə yerinə qoyub hesablayırıq. Bərabərdir 4 vurulsun. A kvadrat üstə gəl B kvadrat 14-dür. Çıxılsın 1 bərabərdir 4 dəfə 13-ə, yəni edir 52. Doğru cavab deməli Q bəndidir. 8-ci sual. M-in hansı qiyməti üçün Jx bərabərdir x kvadrat üstə gəl 8x üstə gəl M funksiyasının ən kiçik qiyməti 13-ə bərabər olar. Biz baxırıq ki, bu kvadrat tənlikdə x kvadratın əmsalı müsbətdir, yəni müsbət 1-dir. Müsbət olanda bu kvadrat funksiyanın, yəni paraboladır və parabolanın qolları yuxarı yönəlmiş olur. Və bu da o deməkdir ki, bu funksiyanın ən kiçik qiyməti onun təpə nöqtəsindədir. Və təpə nöqtəsinin x koordinatının deməli düsturu bu idi. X bərabərdir -b böl 2a. İndi tapaq biz bu funksiyanın təpə nöqtəsinin x koordinatını. Deməli nə olacaq o halda? -b nədir bizdə? 8-dir. Deməli 8 bölünsün 2 dəfə a x kvadratın qarşısında müsbət 1-dir. Yəni 1-ə vurmaq lazımdır. Bərabərdir. Bu edir -8 bölü 2 4 edir. -4-ə. Deməli bu funksiya ən kiçik qiymətini x -4-ə bərabər olanda alır. Yəni biz indi hesablamamız lazımdır. J x-in yerinə qoyuruq -4. J -4. J -4 bərabərdir. İndi sadəcə x-in yerinə -4 qoymağımız lazımdır funksiyada. X kvadrat, yəni -4-ün kvadratı üstə gəl 8 dəfə -4 üstə gəl m bərabərdir. Bizə deyir ki, bu funksiyanın ən kiçik qiyməti 13 olması lazımdır. Yəni biz bilirik -4 alır ən kiçik qiyməti, deməli -4-də yazırıq ki, bərabərdir 13-ə. İndi bu tənlikdən m-i tapmaq lazımdır sadəcə. -4-ün kvadratı edir 16. 8 dəfə -4 edir -32 üstə gəl m bərabərdir 13. Buradan 16 çıx 32 edir -16 üstə gəl m bərabərdir 13. M bərabərdir 13 üstə gəl 16-ya, yəni 29 edir. Doğru cavab D bəndidir. 9-cu sual. Aşağıda verilmiş tənliklərdən hansının qrafiki
Bu verilmiş y bərabərdir -3-də 2x çıxılsın 2 düz xəttinə paraleldir. Paralelliyin olması üçün onların bucaq əmsalları mütləq bərabər olması lazımdır. Yəni 2 düz xəttin paralel olması üçün onların bucaq əmsalları mütləq bərabər olması lazımdır. Bu verilmiş funksiyanın bucaq əmsalı -3-də 2-dir. Ona görə də baxırıq biz verilmiş variantlarda hansı funksiyanın bucaq əmsalı -3-də 2-yə bərabərdir və görürük ki, bu sadəcə və sadəcə B bəndidir. Və başqa digərlərində isə bu belə deyil. Ona görə də düzgün cavab sadəcə B bəndi ola bilər.